İsrailin Yediot Ahronot qəzeti geniş bir hesabat dərc edərək, son müharibə zamanı İranda hakimiyyətin devrilməsinə yönəlmiş planın detallarını açıqlayıb. Qəzet həmçinin qeyd edib ki, bu plan sonda uğursuzluğa düçar olub və İsraildə onun iştirakçıları arasında məyusluq və fürsətin itirilməsi hissi yaradıb. Sözgedən hesabat məşhur İsrailli jurnalistlər Nahum Barnea və Ronen Bergman tərəfindən hazırlanıb və qeyd olunduğuna görə yayımlanan bəzi məlumatlar İsrail hərbi senzurasının icazəsi ilə dərc edilib. O da vurğulanıb ki, bu plan əslində müharibənin əsas məqsədi olub. Lakin həmin məqsədə çatmaq üçün nəzərdə tutulan mexanizm təxminən 40 günlük qarşıdurmadan sonra nəticə verməyib. Hesabatda qeyd olunduğu kimi, bir sistemi devirmək üçün iki yol var. Biri yuxarıdan, yəni elitanın və yüksək vəzifəli şəxslərin əli ilə, digəri isə aşağıdan, yəni xalq etirazlarını və etnik azlıqların silahlı qiyamını təşkil etməklə. İsrail hər iki yolu eyni vaxtda sınaqdan keçirmək qərarı verib. İranda rejim dəyişikliyi planı əvvəlki əməliyyatların təcrübəsi və İsrailin siyasi hərbi rəhbərliyi arasında artan özünə inam əsasında formalaşıb. 2024-cü ilin sentyabrında Livan Hizbullahına, 2025-ci ilin iyununda isə İrana qarşı hərbi əməliyyatlar İsraildə strateji qərarların formalaşmasında həlledici rol oynayıb. Həmçinin Təl-Əvivdə belə bir təsəvvür olub ki, Vaşinqton bu planı tam şəkildə dəstəkləyəcək. Lakin əslində bu dəstək planın bütün mərhələlərində yetərincə sabit olmayıb. Hesabata görə planın icrası 2026-cı ilin iyun ayına nəzərdə tutulubmuş və o vaxta qədər bütün hazırlıqlar tamamlanmalıymış. Lakin cari ilin yanvarında İranda on minlərlə insanın qəfildən küçələrə çıxması vəziyyəti dəyişib. Bu etirazlar sistemin süqutuna səbəb olmasa da, Donald Trumpın qərarına ciddi təsir göstərib. İran rejiminin etirazlara sərt reaksiyası fonunda Donald Trump kömək yoldadır deyərək həm Tehranda, həm də Təl-Əvivdə diqqətlə izlənilən bir mövqe ortaya qoyub. Ardınca o, Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığına Fars körfəzi bölgəsinə qüvvələr göndərməyə əmri verib. Bu şəraitdə Benyamin Netanyahu da İsrail ordusuna və Mossada əməliyyatın vaxtını irəli çəkməyi tapşırmalı olub. Etirazların və repressiyaların ən yüksək həddə çatdığı vaxtda Mossad rəhbəri yanvarın 16-sında Amerika Birləşmiş Ştatlarına səfər edərək planı Amerikalı rəsmilərə çatdırıb və bütün detallar, o cümlədən hakimiyyətin devrilməsi ssenarisi tam şəkildə onlara təqdim olunub. Eyni zamanda ABŞ Mərkəzi Komandanlığı da İsrail ordusu tərəfindən bu plan barədə məlumatlandırılıb. Ardınca İsrailin baş qərargah rəisi də Vaşinqtona səfər edib. Bu proseslərdən sonra ABŞ hökuməti mümkün qarşıdurmaya hazırlaşmağa başlayıb. Benyamin Netanyahu fevralın 11-də Ağ Evdə Donald Trumpla görüşüb və planın bütün detalları Amerika Birləşmiş Ştatları prezidentinə təqdim edilib. Bu plana görə təxminən 100 saatlıq hava hücumlarından sonra əməliyyatın ikinci mərhələsi başlamalıydı. Bu mərhələ 3 başlıca istiqamətə əsaslanırdı. Birinci istiqamət İraq ərazisindən Kürd qüvvələrinin quru hücumu idi. Əvvəlcə İranın Kürd bölgələrinə daxil olmaq və sonra İran kürdlərinin iştirakı ilə Tehrana doğru irəliləmək nəzərdə tutulurdu. Planın müəllifləri bunun 2024-cü ilin sonlarında Suriyada baş verən proseslərə bənzəyəcəyini ümid edirdilər. Amma Kürdlərlə yanaşı Bəluçların və Əhvaz ərəblərinin də iştirak etdiyi belə geniş miqyaslı səfərbərlikdə məxfiliyin qorunması çətin idi. Bəzi mənbələrə görə İran kəşfiyyatı bu plandan əvvəlcədən xəbərdar olmuş və məlumatları Türkiyə ilə bölüşmüşdü. Hesabatda qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti Vaşinqtonun qərarına ciddi təsir göstərib. Ərdoğanın Trumpla telefon danışığı ABŞ prezidentinin əməliyyatı dayandırmaq qərarında həlledici rol oynayıb və Trump Kürd qüvvələrinin sərhədi keçməsinə bir neçə saat qalmış əməliyyatın tam dayandırılması əmrini verib. Hesabatda qeyd olunan maraqlı məqamlardan biri də budur ki, müharibənin əvvəlində Donald Trump Böyük Britaniyanın baş naziri Keir Starmerlə əlaqə saxlayaraq Londondan bu münaqişəyə qoşulmağı xahiş edib. Starmer cavabında bildirib ki, məsələni araşdıracaq və gələn həftə ona cavab verəcək. Lakin Trump sərt reaksiya verərək deyib, gələn həftə gecdir. Bu müharibə 3 günə bitəcək. Amma planın icrası çoxsaylı maneələrlə qarşılaşdı. Küçələrə çıxmaq çağırışları əhali arasında geniş dəstək tapmadı və Kürd qruplarının quru hücumu başlamamış dayandırıldı. Habelə ABŞ hökuməti daxilində rejim dəyişikliyi planı ilə bağlı konsensus yox idi. Bəzi rəsmilər onun həyata keçirilməsini mümkün hesab etmirdilər. Trump özü isə birbaşa devrilmə əvəzinə rejimi təzyiq yolu ilə təslim olmağa məcbur etməyi üstün tuturdu. Hesabata əsasən müharibənin 5-ci günündən etibarən Benyamin Netanyahu Mossadın deyil, İsrail ordusunun dəyərləndirmələrinə daha çox güvənməyə başladı. Və bundan sonra İrandakı hakimiyyətin devrilməsi əsas məqsəddən daha çox arzu olunan və mümkün variantlardan birinə çevrildi. Aprelin 8-də atəşkəs əldə olunduqdan sonra İran rəhbərliyinin özünü müharibənin qalibi elan etməsi də daha çox bu planın baş tutmaması ilə bağlıdır. Amma bu, İranda mövcud rejimin hələ uzun müddət öz varlığını qoruya biləcəyinin sübutu kimi şərh oluna bilməz. İran hakimiyyətinin yürütdüyü siyasət nəticəsində ölkənin düşdüyü xroniki
böhran vəziyyəti davam etməkdədir və müharibə həmin böhranın daha da dərinləşməsinə səbəb olub. Bu isə hərbi vəziyyətin aradan qalxması ilə yeni kütləvi etirazların başlayacağını qaçılmaz edir. Təsadüfi deyil ki, dünən yayılan məlumata görə İran Ali Milli Təhlükəsizlik Şurası ölkədə yeni etirazların vüsət alması ehtimalı ilə əlaqədar təcili iclas keçirib. Buna səbəb rejimin təhlükəsizlik orqanlarının şuraya təqdim etdiyi hesabat olub. Həmin hesabatda ölkədə iqtisadi durumun kəskin şəkildə pisləşdiyi, işsizliyin artdığı, inflyasiya və bahalaşmanın davam etdiyi vurğulanaraq, bunun ölkədə növbəti kütləvi aksiyalara gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edilib. Görünən odur ki, İranda böyük güclərin nail ola bilmədiyi rejim dəyişikliyini gec-tez əhalinin özü həyata keçirəcək.